Bu gün sizinlə 7-ci sinif kimi iş dəftərindən bioelementlər dərsinə baxacağıq. Bir, canlı orqanizmlərin əsas hissəsini su, zülallar, yağlar və karbohidratlar təşkil edir. Boşluqlara bu maddələri təşkil edən kimyəvi elementlərin simvollarını yaz. Zülallar, karbon, oksigen, azot, hidrogen. Karbon C ilə simvolu C'dir. Oksigen simvolu O'dur. Azot simvolu N'dır. Hidrogenin isə simvolu H'dır. Baxaq yağlara. Karbon, hidrogen, oksigen. Karbon C ilə işarə olunur. Hidrogen H ilə işarə olunur. Oksigen isə O ilə işarə olunur. Karbohidratlarda da yağlarla eynisidir. C, H və O. Baxaq B variantına. Su və karbohidratların tərkibi hansı eyni elementlərdən təşkil olunub? Hidrogen və oksigendən. 2. Canlı orqanizmlərin kütləsinin təqribən 93%-ni 3 element təşkil edir. Hidrogen, karbon, oksigen. Hidrogen 10%-ni təşkil edir. Karbon 18%-ni, oksigen isə 65%-ni təşkil edir. Baxaq C variantına. İnsan orqanizmində olan elementlərə başqa 2 misal göstərin. Bu elementlər çatışmamazlığı insan orqanizmində hansı fəsadlara səbəb olur? Misal üçün, götürək dəmir. Dəmir çatışmamazlığı qanın tərkibinə təsir edir. 2. Maqnezium çatışmamazlığı insanın zehni fəaliyyətini ləngidir. Baxaq 3-cü suala. Anaqramdakı hərflərin yerini dəyişərək kimyəvi elementlərin adlarını düzəlt və boş xanalara yaz. İnsan orqanizmini təşkil edən əksər maddələrdə olan element hidrogen. Canlı orqanizmi təşkil edən elementlərə verilən ümumi ad bioelement. Sümüyün tərkibində olan element kalsium. Çatışmamazlığı insan zehni fəaliyyətini ləngidən element maqnezium. Qanın tərkibində olan element dəmir. 4. Krossvordu tamamla. İlk öncə yuxarıdan aşağını deyirəm. 1. İnsanın böyüməsini təmin edir, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır. Sink. Hidrogen və oksigenlə birlikdə karbohidratları təşkil edir. Karbon. Ondan sonra baxaq 3-cüyə. Fosforla birlikdə sümüyün, sümüklərin dişlərə möhkəmliyini və sərtliyini təmin edir. Kalsium. Bu yuxarıdan aşağı idi. İndi isə soldan sağa oxuyuram 3-cünü. Dəri və saçların möhkəm olmasına səbəb olur. Kükürt. Zülalların tərkibinə daxildir. 4-cünü oxuyuram yuxarıdan aşağıya. Azot. 5-cini oxuyuram soldan sağa. Canlı orqanizmlərdə miqdarı çoxdur. 5-ci oksigen. Soldan sağa. 6-cını oxuyuram. İnsan zehni fəaliyyətini artırır. O isə maqneziumdur. Bugünlük bu qədər dostlar. Videomu bəyəndinizsə like atıb kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək.